Yatmazdan önce bu 5 şeyi terk etmeyin. En birincisi Allah Teala'nın sevdiği vitirdir. Bir rükət olsa da vitir namazını kılmadan yatmayın. Hadiste deyilir. Allah vitirdi, teki sevir. İkinci, dəstəmazlı yatmaq. Bu cür etmək sevimli Peyğəmbərimizin sallallahu aleyhi ve sellem sünnətlərinə sayılır. Üçüncü, ayət-i kürsü oxumaq. Kim yatarkən ayət-i kürsü oxuyarsa, Allah tərəfindən bir qoruyucu nazir olar. Səhərə kimi şeytan ona yaxınlaşmaz. Bu barədə Əbu Hüreyrədən Allah ondan razı olsun rivayet olunan səhih hədisdə bildirilir. Dördüncü, Quran-ı Kərimdən bir səhifə olsa da hər gün oxumaq, tərk etməmək. Telefonda saatlarla vaxt keçirik, dərk etmirik, düşünmürük. Quran-ı Kərimdən bir səhifə oxumaq isə 2 dəqiqədən uzun çəkmir. Allaha ən sevimli olan əməl, az da olsa davamlı edilən əməldir. Beşinci, nəfsimizi hesaba çəkmək. Yatarkən gördüyümüz əməllər üzərində düşünməliyik, nəfsimizi hesaba çəkməli, Allahdan bağışlanma istəməli və peşmansızlıq çəkən bir dillə Estağfirullahəl-ləzi la ilahə illə huvəl hayyul qayyum və etûbü ileyh söyləyirik.